Nə deyim? Can Bakı. Qurbanım sənin nə ötüdaşlarım. Belə deyək. Mənim üçün xoşbaxtlıq budur. Baxışdıq biraz. Evet. İllər ərzində nə dəyişikliklər oldu ki, bu qırılmalardakı ailə institutu tənəzzülə uğradı? Biri gəlir ki, mən azadam, mən səni neynirəm, mən səndən artıq pul qazanıram, heç sən mənə lazım deyirsən, niyə gəlib ayrı qurursan onda? Kişi ilə qadın əl-ələ verib bir vəhdət təşkil eləsələr və qadın həmin o vəhdətin içində hər gün kişinin başına vurmasa ki, mən müstəqiləm, mən azadam, mən istədiyimi eləyə bilərəm və s. Sizcə insanlar əvvəllər daha səmimi idi, yoxsa sadəcə seçimləri az idi? Adam hadi gedək qonşu, qonşu gəl biz kən çay içək, bir söhbət eləyək, bir evladlardan danışaq, bir havadan, sudan danışaq. Burada səmimiyyət də bu cür ünsiyyətdən yaranırdı. Ha vaxt adam böyüyür, ondakı ata-anası başqa dünyaya köçür. Nə qədər ata-oğuz, ana-oğuz var, onları sevin. Çünki nə qədər ata-oğuz, ana-oğuz varsa, siz cavansınız, siz uşaqsınız, sizin həyatınız qabaqdadır. Salam, mən Hüseyin Ağayevin təqdimatında üzləşməyə baxış və bugünkü qonağım Ağsaqqal. Salam, xoş gəlmişsiniz. Xoş gününüz olsun. Dəvətinizə görə minnətdaram. Yaşasın Azərbaycan. Amin. Özünüzü qısaca təqdim edin. Mən Sonuc Məmməd İsmailoğlu Əlizadə, 1957-ci il təvəllüdlü, Bakıda anadan olmuşam, Ziyalı ailəsində. Atam universitetin dosenti olub, 1-ci Finlandiya müharibəsi, 2-ci Dünya müharibəsi iştirakçısı olub. Anam inşaat mühəndisi, memar olub. Mən də Bakıda böyümüşəm, standart qaydada məktəbə getmişəm, universitet qurtarmışam, əskərliyə getmişəm. Əskərlikdə o vaxt belə bir ifadə vardı, Sovet qoşunlarının məhdud kontingenti xaricdə və yaxud Sovet hərbi məsləhətçilərinin məhdud kontingenti. O kontingentlərin birində xidmət eləmişəm, yəni adi hərbi xidmət olmayıb. Beynəlxalq əlaqələr sahəsində uzun illər işləmişəm və hal-hazırda da Bakıda yaşayıram. Yenə də ictimaiyyətlə əlaqələr şöbəsində işləyirəm. Tərcüməçi qismində bu qədər. Mən istəyirəm elə Sovetdən başlayım ki, sizin ömrünüzün də bir çox hissəsi elə Sovetdə keçib düşünürəm. Sovet dövrü haqqında danışanda insanların bir çoxu nostalji ilə danışır və sizcə də bu nostaljidir, yoxsa həqiqətən o dövr daha yaxşı idi və indiki müstəqillik yoxsa Sovet nəzarəti? Sovet vaxtında yaşayan adamlar orada gənc olublar. Öz gəncliklərini SSR-də yaşayıblar və anladığım qədər indi də nostalji hisslərinə qapılan adamların əksəriyyəti məhz o dövrdə yaşamış, cavanlığı, yəni uşaqlığı, cavanlığı, yetkinliyi o dövrdə keçmiş. Mənə görə bu məsələ biraz mürəkkəb məsələdir. Nə barədə? Hər adam bu məsələyə öz nöqteyi nəzərindən baxır və öz nöqteyi nəzərindən yorum verir. Çalışıram izah edeyim. Adamlar doğulub, böyüyüb, məktəbə gedib, bağçaya gedib, universitetə gedib, ilk sevgi, evləniblər, evladları olub. Yəni mənim nəslim deyək ki, 50-ci illər, 60-cı illər, hətta 70-ci illərin əvvəlləri belə Sovet İttifaqında yaşayıb. Bir qismi Sovet İttifaqının nisbətən inkişaf etmiş dövrünü görüb, deyək ki, 60-cı illər. Digərləri Sovet İttifaqının artıq süquta doğru getdiyi dövrdə yaşayıb, 70-ci illər. Mən o hər iki dövrdə yaşamışam və mənə elə gəlir ki, adamlar nostalji hissinə qapılanda hər şeydən əvvəl sistemin üstünlükləri ilə yanaşı özlərini o sistemin içində sanki təcəssüm edirlər, görürlər ki, biz o vaxt nə qədər gözəl, cavan, ondan sonra enerjik, həyat hələ irəlidə idi. O açıdan baxıb da başlayırlar nostalji hisslərinə qapılmağa. Sovetin öz sistemi yox da, öz cavanlığı üçün nostalji çəkirlər deyirsiniz. Özünü orada sanki bir dəqiqə gözünü yumub atası əlindən tutub məktəbə aparır. Sonra nə bilim universitetə gedir, ilk məhəbbət, bahar, dəniz, gözəllik.
müxtəlif festivallar, ata-ana yanındadır. Hətta nənə-baba ola bilər yanındadır. O nə deməkdir? Yəni sən hardasa qayğısız həyat sürürsən. Bəli. Yəni sən Tanrı ilə yanaşı valideynlərinin himayəsi altındasan. Və sən fikirləşmə ki, sabah mənim bir parça çörəyim olacaq, sabah mən necə olacaq, paltarım olacaq, ayaqqabım olacaq. Onları fikirləşmirsən. Yəni mən ümumiləşdirib deyirəm. Əlbəttə elə adam olub ki, tanası da var, çox kasıb ailədən olub, ehtiyat içində böyüyüb. Amma yenə də ata, ana, baba, nənə, bacı, qardaşlar ətrafında sən sanki onların əhatəsində özünü daha stabil, daha əminamanlıqda hiss eləmiş olursan sanki. Və adamlar indi deyək ki, mənim yaşıma çatıb və ya hətta məndən daha cavanlar, 50 yaşında artıq bəlkə o nostalji başlayır adamlarda, 60-da daha da güclənir. 60-dan sonra daha da güclənir, çünki həyatın qalan hissəsi yaşadığın hissədən daha azdır. Və bu da Artıq fərqində olursan, değil mi? və burada o nostalji hisslərinə daha da gücləndirir ki, bax durdum mən yuxudan bu zonadaydım, bağdaydım. Atam gəldi, miçətkanı açdı, mən durdum ayağa, anam mənə çay verdi, sonra əlimdən tutdular, getdik dənizə və sən qayıdırsan ora. Sən də fikirləşmirsən ki, orada siyasi tutaqlar var idi, orada dissidentlər var idi, orada mal nemətlərin, əmtənin defisiti var idi, yəni çatışmazlığı var idi. Hər adam, məsəl üçün biz indi görürük ki, məktəbli uşaqları, daha universitet tələbələrində, məktəbli uşaqlar elə giyinib, kecinib məktəbə gəlirlər ki, adam deyir, bu defilədir. O vaxt elə şey yox idi. Hamısı standart məktəb formasında, valideynlər də elə deyirdi, mənim atam o cümlədən ki, uşağın tərbiyəsini pozmayın. Çünki sosial bərabərsizlik var. Birinin imkanı çatır, deyək ki, o vaxt cins şalvarlar təzə çıxırdı. Əlbəttə, cavan adam idik, 5-ci, 6-cı, 7-ci sinifdə oxuyurdıq. Görürdük ki, biri bahalı bir cins şalvar, o cins şalvar nədir əslində? Parusinadır, ucuzlu bir şeydir əslində. Brend olaraq bahadır. Biri o şalvarda gəldi, ikisi o şalvarda gəldi, qalan 34 nəfərin elə imkanı yoxdur, çünki çox pahalı. Ya, fikirləşsən, bu kimdir? Bunun atası zavod direktorudur, bunun atası kimdir? Yəni, o baxımdan atam anama da deyərdi ki, uşaq məktəbli formasında gedər. Və mən 9-cu sinifə qədər məktəbli formasında getmişəm. Artıq daha sonra təxminən mən 9-cu sinifdə artıq 1.76, 1.77 boyum vardı. O məktəbli formasında biraz belə şey olurdu. Kostyum aldılar, lazımlı. Yəni söhbət ondan getmirdi ki, imkan yoxdur alsınlar və imkan var. Bir tərbiyə söhbəti var. Mən bunu ömürlük yadımda saxlamışam. Bir intizam söhbəti var burada. Yəni sən durub indiki vəziyyətə əgər ekstrapolerovat eləsək, sən durub gündə iPhone-la gələrsən, bilmirəm Mercedes-lə gətirərlər sənə, o bursunun elə imkanı yoxdur. Burada həqiqətən o adamlar zədələnir, mənə elə gəlir. Çünki mən də görmüşəm, filan kəsin Wrangler şalvarı var, mənim yoxdur. İstər-istəməz sənə şeydir ki, indi utanırsan. Uşaqlar elə şeyləri daha çox fikirləşir. Daha ya məsəl üçün filan kəs filan oyuncaq gətirdi, pnevmatik pistolet gətirdi, mənim yoxumdur. Utanardım atama deyim, çünki bizim ailə orta səviyyəli, yəni mədaxil baxımından. Atam universitet dosenti idi, dediyim kimi, anam mühəndis idi, hər şeyimizə çatırdı. Amma heç vaxtı bizi şıltaqlığa öyrətmədilər. Yəni o baxımdan ki, hər şeyin olsun, hər nə çıxdı birinci səndə. Xeyr, neyimiz vardı? Buzdolabı, o sözdən biraz acığım gəlir, neysə. Buzdolabı həmişə yemək olardı, həmişə. Bir də həmişə babanın kitabxanası vardı, mənim atamın atasının. Ora əlavə kitablar gələrdi. Niyə? Oğul oxu. Hər gün bili gəldi elə. Mən də elə böyüdüm. İndi qayıdaq bunun real tərəfinə, biraz deyəsən formatdan çıxıram. Azərbaycan şükür Allah həmişə zəngin dövlət olub. Və azuqa baxımından da, ərzaq baxımından da həmişə bizim hər şeyimiz olub. Yəni, hamısı yalnız dondurulmuş ət yeməyib. Bazarda da olub, dükanda da olub, imkan olan gedib alıb, imkan olan 5 kilo alıb, imkan olmayan 1 kilo alıb. Amma əslində gedirdin elementar bir pencək alasan, ya bir gözəl ayaqqabı alasan, hamısını piştaxtanın altından verərdilər. İndi siz onu görməmişsiniz, biz görmüşük. Zammaqlar milyoner olurdu, gizli milyonerlər.
Çexoviklar var idi, çex saxlayırdı. Nə buraxırdılar? Xalça buraxırdılar, ayaqaltı buraxırdılar, ayaqqabı tikirdilər ki, onlar rəsmi qeydiyyatdan keçməmiş müəssisələr idi. Fayda verirdi əlbəttə. O əşyaları adamlar istəyirdi alsın və alırdı. Bu bunun iqtisadi tərəfi. Yəni sən çıxıb indiki kimi deyil avokado, deyil banan. Yəni mənim yadımdadır, limon satılanda o cürə növbə dayanırdı ki, gəlsinlər 1 kilo limon alsınlar və 1 kilo portakal alsınlar. Bunun yanında da inkişaf etmə imkanları. Hə, universiteti qurtardın. Zaten o hər yerdə elədir. Arxonda adam olmadı. Sənin gərək Einstein olasan ki, özün gedəsən. O da Einstein olduğunda belə onu kimsə bilməlidir. O qədər Azərbaycan xalqında həqiqətən istedadlı, talantlı, mənim də qarşımda bu sahədə olan talantlı gənclər oturur. Amma yenə də bir push-up olmasa, görürsən ki, irəli getmək olmurdu. Hə, 120 manat əvvəlcə 70, sonra 80, sonra 100, sonra 120 alırdın. Belə-belə minvalla yaşayırdın. Xaricə getmək bir məsələ. Dissertasiya yazmaq başqa məsələ. Çıxıb öz, deyək ki, daxilində olan fikirləri başqaları ilə paylaşmaq daha bir başqa məsələ. Yəni, bu tərəf, real tərəfini görsək, istənilən mənada azadlıqlar məhdud idi. Azadlığı o dərəcədə verirdilər ki, adamlar əndazədən çıxmasın. Çərçivə içərisində yaşasınlar. Bəli, bir növ onu... Bəs o çərçivələr yaxşı idi, yoxsa indiki gəncliyin azadlığı? Bax, indiki gənclikdə siz dediyiniz məsələdə, məsəl üçün, yoxdur da. İndiki gənc daha azaddır. Gedir istədiyi hər şeyi alır, istədiyi hər şey açıq şəkildə satılır, demək olar ki. Amma o çərçivələr də demək olar ki, aradan qalxıb. Hansı daha yaxşı idi? Hal-hazırda hər ikisini görürsünüz də. İndiki gəncliyi də görürsünüz. Öz gəncliyinizi müqayisə də eləsəniz, öz gəncliyi tərəfi vaxtınızdakını da görmüsünüz və yaşamısınız. Hansı daha yaxşıdır? Çərçivəli, amma hansısa bir çərçivə içərisində yaşamaq, qısıtlı, yoxsa bu qədər bolluğun içində çərçivəsiz yaşamaq? Mən biraz daha geriyə bir addım qayıdım. Sovet sistemində olan məhdudiyyətlərlə əlaqədar olaraq o çərçivələr, əndazələr qoyulurdu. Biz universitetdə oxuyanda fəlsəfə keçirdik və orada belə bir predmet var idi, fənn var idi. Burjua fəlsəfi axınlarının tənqidi. Və o fənnin içində də o cümlədən Machiavellini tənqid edirdilər. Machiavellinin də çox məşhur, yəni ən məşhur kitabı ki, zaten məncə yeganə kitabdır ki, həqiqətən əsrlərdən əsrlərə keçir. Hökmdar kitabıdır. Azərbaycanca elə tərcümə edilir. O Qasudardır. Azərbaycanca hökmdar kimi tərcümə eləyiblər. Yəni ki, kifayət qədər düzgün tərcümədir. Orada Machiavellinin ifadəsi var ki, xalqı hakimiyyətin altında saxlamaq istəyirsənsə, onu yarı ac saxla. Qoy hər gün gecə yatanda sabahsı çörək haqqında fikirləşsin. Tox eləmə onu. İmkan vermə tox olsun. Tox olsa o adam fikirləşməyə başlayar. Fikirləşməyə başlayan adam da suallar verə bilər. O suallar da sənin xoşuna gəlməyə bilər. Bu tamamilə Sovet dövrünə aid olan bir şeydir. Müəyyən dərəcədə kimsə qulaq asandan sonra deyəcək ki, axı elə 420 manatımız vardı, hətta 180 manatımız vardı, hətta 320 manatımız vardı. Birincisi o əhalinin cüzi bir hissəsi idi ki, kifayət qədər firavan yaşayırdı. Qalan hissəsi 8-dən 6-yacan və 9-dan 6-yacan maaş, paluçka, avans və yalnız o barədə fikirləşirlər. O survive sözü var da. Yəni, sağ qalmaq. Çox gözəl tərəfləri vardı Sovetin, sözsüz. İstər təhsil baxımından, istər səhiyyə baxımından ki, tamamilə pulsuz idi və digər, onu da yəqin ki, sonra müzakirə eləmək olur. İndi qayıdırıq sizin ikinci sualınıza. Çərçivə içindəmi yaşamaq yaxşı idi, yoxsa indiki gənclərin sürdüyü həyat? Tanrı adamı çərçivəsiz yaradıb. Tanrı adamı azad yaradıb. Mənim heç kim də məni bu fikirdən yayındıra bilməz ki, Bəni Adəm, yəni bəşər evladı xoşbaxt olmaq üçün gəlib bu dünyaya. Başqa məsələ ki, başqaları deyir ki, yox, o imtihana gəlib bu dünyaya. Hər kəsənin öz fikri var. Mən də öz fikrimi əsaslandıra bilərəm.
o da öz fikrini əsaslandıra bilər. Mənə görə insan, bəni Adəm bu dünyaya xoşbaxt olmaq üçün. Niyə? Çünki bütün dünyavi dinlərin əsasında Tanrını özünə bənzər formada adamı yaratması təsvir olunur. Ki Allah, yəni Tanrı baxıb onu özünə oxşadıb yaradıb, hətta öz ruhundan da onu üfləyib ki, o canlansın. Bu nə deməkdir? O sənin evladındır. Madam ki sənin evladındır, bir ata və bir ana, bir valideyn evladına imtahana çəkərmi? Dindarlar deyər ki, sən ağlın kəsmədiyin şeydir, ola bilər. Onu da müzakirə edə bilərik. Qayıdırıq geri çərçivəyə. Tanrı insanı azad, hür, özgür, çərçivəsiz yaradıb. Sonra cəmiyyət başlayıb çərçivələr tətbiq eləmək. Niyə? Çünki azadlığın da çoxu bir narkotik kimi şeydir. Çünki nadir hallarda bəşər evladı dərk eləyir ki, onun azadlığı obrslarının hesabına olmamalıdır. Yəni necədir? Sənin azadlığın harda qurtarır? Ey bəşər evladı, sənin azadlığın orada qurtarır ki, obursu bəşər evladının azadlığı və ya hüququ başlayır. Amma çoxsu bunu dərk eləməyə qadir deyil. Ona görə yox ki, ağılsızdılar. Sadəcə azadlıq hissi, dediyim kimi, bir narkotik kimi o adamı sanki qanadlandırır. Ki, mən azadam, istədiyim şeyi eləyə bilərəm. Xeyr, eləyə bilməzsən. Burada nə olur? Burada cəmiyyət, yəni ibtidai cəmiyyətdən danışmıram, artıq dövlətlər və iqtisadi formasiyalar formalaşmışdır. Dövlətlər var. Dövlətlərin içində şəhərdir. Hər şey kənddən başlayıb sonra şəhərlər formalaşır. Şəhərin başında burqomistr var və ya şəhər başçısı var, şahbandar var. Nə qoyursa adını qoyun. Mer var. Başlayıb yavaş-yavaş o əndazələri tətbiq eləmək ki, siz qışqıra bilərsiniz səhər saat 10-dan axşam saat 6-ya qədər. Ondan sonra başqalarını narahat edirsiniz. Yəni, ən bəsit bir misal çəkdim. İndi bizim cavanlar, o vaxtı onların azadlıqları kifayət qədər məhdud idi. Bilirsiniz, tənzimlənən bir cəmiyyət, yəni Sovet İttifaqını nəzərdə tuturam, tənzimlənən bir ölkə, özü sərt tənzimlənən ölkə müəyyən qədər, müəyyən müddət inkişaf edər, tərəqqi əldə edər, çiçəklənər, amma onun axırı yoxdur. Azadlıq isə, sizin sualınızın içində o vardı da, azadlıq yoxsa 3 may 20 köpüklük kalbasa. Mənə görə uzun müddətdə azadlıq. Niyə? Çünki azadlıq perspektiv açır. Hə, burada artıq sən gənc olaraq azadlıq demirsən, bu qədər sənin azadlığın. Nə qədər istəyirsən. O vaxt köhnə Sovet partokratlarından biri demiş ki, azadlıq istəyirsiniz Sovet Respublikalarına. Götürün nə qədər istəyirsiniz, nə qədər apara bilirsiniz, aparın. O vaxt Yeltsin demişdi bunu. Hər adam da azadlığı qaldıra bilmir. Azadlıq ağır yükdür əslində. Çox ağır yükdür. Yaxşı, belə bir sual verim. Əgər bugünkü gənclər Sovet dövründə yaşasaydı, dözə bilərdilər və məsələ dözmək idi, yoxsa susmağa məcbur olmaq idi? Məncə, bəşər evladı istənilən rejimdə yaşayıb, ora adaptasiya ola bilər və dözə bilər. O cümlədən də gənclər. Məncə ilk növbədə gənclər. Çünki onların qüvvəsi, enerjisi daha çoxdur. Orada yaşayıb, Sovet İttifaqında dözə bilərdilər, baxmayaraq ki, orada bir çox məhdudiyyətlər vardı. Bəs əgər yaxşı sizi bugünkü gəncliyin göndərsəydilər, bugünkü gəncliyə göndərsəydilər, uyğunlaşa bilərdiniz və hansı məqamlarda ayaqlaşmaqda çətinlik yaşayardınız? Analiz etdikdə ki, öz gəncliyinizlə indiki gəncliyin arasında nəyi siz indiki gənclər kimi edə bilməzdiniz? Mən konkret adam olaraq deyə bilərəm ki, indiki gənclərin də arasında mən uyğunlaşa bilərdim. Yəni, adaptasiya ola bilərdim. Çünki mən məfkurəsi kifayət qədər açıq adamam, yeni ideyalara açıq adamam, dogmatik deyiləm. Yəni, belə türklər demişə, daş qafalı deyiləm. Gənclərin fikirlərinə qulaq asıb, ona uyğunlaşa bilərdim, o mühitə uyğunlaşa bilərdim. Çətinlik neydə ola bilərdi bəlkə? Bilirsiniz ki, hər şey rəqəmsallaşır indi. Mən vaxtında, ayıbdır deməyi, 2 kitabxana kitab oxumuşam. İndi o kitabların ekstraktı internetdə var. Amma onu da bəzən girib oxumağa tənbəllik eləyir cavanlar ki, oxumaq həmişə lazımdır.
uyğunlaşardım mən. Çətinliyim də ondan ibarət olardı ki, mən bir köhnə nəsil nümayəndəsi olaraq bəzi mənəvi və emosional momentlərə, yəni məqamlarla razılaşmaya bilərdim. Yəni adaptasiyanın mənfi tərəfi bu ola bilərdi. Bəs ümumi götürsə yaxşı, sizi yox da, ümumi sizin yaşıdlarınızın, o vaxtki insanların indiki dövrə adaptasiyası ümumi necə olardı? Necə olardı, yoxsa necə olur? Necə olardı? Məsələn, siz deyirsiniz ki, mən özüm adaptasiya ola bilərdim. Məsələn, ümumi götürsəydik o vaxtki gənclərin hamısını, indiki Sovet dövründə yəni gənclik keçmiş insanların bu indiki azadlığa keçidi necə olardı? Yaşaya bilərdilər, yoxsa o daha yaxşı, orada da qalmaq istərdilər? Mənə gəlir ki, bunun cavab verməzdən əvvəl bir dənə çox vacib məqama toxunmaq lazımdır. Cəmiyyət siniflərə bölünüb. Siniflərin də o dövrdən bu dövrə keçib adaptasiya olması müxtəlif cür ola bilər. O vaxtki fəhlə sinifi, kəndli sinifi indiki gənc mühitdə məncə daha çətin uyğunlaşa bilər və daha çətin uyğunlaşır, narazılıq bildirir və köhnə özlərinin alışdığı doqmaları, prinsipləri bura gətirmək istəyir ki, o da çox vaxt baş tutmur. Daha ziyalı təbəqə, mən cəmiyyəti təbəqəyə bölmək istəmirəm, amma əfsuslar olsun ki, elədir. Daha ziyalı təbəqə o vaxtda irəlidə idi. İndi də cavanların arasına düşəndə, mən şəxsən cavanlarla oturub söhbət edəndə çox məmnun oluram. Baxmayaraq ki, aralarında müxtəlif səviyyədə, təhsilin də səviyyəsi müxtəlifdir, biliklərin də, həyata da insanlara münasibət də müxtəlifdir. O ki, qaldı, orada mı istəyərdilər burada? Dediyim kimi, bəlkə əsas kütlə olaraq fəhlə sinifinin, kəndli sinifinin, hətta orta sinifin bir qismi orada istərdi yaşasın. Çünki indiki bəzi belə qeyri-düzgün hadisələri görür, deyir ki, kəşki mən qaydaydım, orada yaşayaydım. Biraz istəyirəm bu mövzuya toxunaq ki, yaşlı nəsil və gənc nəsil arasında, Soveti artıq qoyaq bir qırağa, yaşlı nəsil və gənc nəslin arasında olan mübahisələr və bir-birini başa düşmələri və s. Niyə yaşlı nəsil gəncləri başa düşmür və gənclər niyə yaşlı nəsili köhnəlmiş hesab edir? Sizcə də bu konflikt təbiidir? Bəli, bu çox təbii bir ziddiyyətdir. Vaxtında universitetdə oxuyanda fəlsəfə fənnindən çox maraqlı bir mövzu keçdik. Fəlsəfənin əsas 3 qanunu. Əsas 3 qanunundan da biri inkarın inkar qanunudur. Gəldim, atamdan soruşdum ki, ata, nə deməkdir bu inkarın inkar qanunu? Yəni, mən 17 yaşında gənc, o artıq həyat görmüş adam, gülümsədi və mənə dedi, mən sənə çox bəsit bir misal çəkim. Mən yaşayıram, sən anadan olursan, evlad kimi valideyni inkar edirsən və gəlib onun yerinə keçsin. Dedim, ata, axı elə şey yoxdur, mən sənin yerinə keçməsin. Yox, o pis mənada deyil. Sən mənim yerimi tutursan bu dünyada. İnkarın inkarı odur. Və buradan da atalarla oğullar arasında olan bu münaqişə mi deyək, konflikt mi deyək, ziddiyyət mi deyək, qaynaqlanır mənə görə. İvan Turgenevin bir əsəri vardı məşhur, Atalar və Oğullar. Çox dəqiq orada yazılıb ki, köhnə nəsillə yeni nəslin arasında ziddiyyətlər nədən irəli gəlir? Çünki köhnə nəsil artıq stabilləşmiş, hardasa doqmalaşmış vəziyyət tutur. Gənc nəsil isə bunları yıxıb, yaxıb, təzəsini qurmaq istəyir və onun metodları və prinsipləri atalarla uyğun gəlmir. Buradan sizin sualınıza cavab da məncə verdim. Bəs sizcə də yaşlı nəslin gənclərə aşıladığı susmaq əslində tərbiyə deyil də onları qorxmağa, itaatkarlığa səbəb olur? Xeyr, mən heç də elə fikirləşmirəm. İzah edeyim niyə? Çünki əgər Sovet vaxtını, Sovet dövrünü nəzərdə tutursunuzsa, Sovet dövrü kimi istənilən digər diktator rejimlərində, belə deyək də, məhdudiyyət çox olan, insan azadlığı az olan rejimlərdə həmişə valideyn evladını qorumağa çalışıb. Və ona deyəndə ki, artıq danışma, dilin qısa olsun, hər nə gəldi danışma, hər adamın yanında danışma, bu onu, o gənci qorxaqlığa sövq eləmək deyil və ya qorxaqlıq aşılamaq deyil. Sadəcə onu qorumaq baxımından elə deyirdilər cavanlara, çünki bilirdilər özlərinin də başları ağlamışdı.
artıq söz demişdilər, müəyyən təşkilatlara çağırmışdılar və müxtəlif tənbihlər olmuşdu. Ona görə mən heç də zənn eləmirəm ki, bu cür yanaşma cavanlara qorxaqlığı öyrədirdi. Xeyr, sadəcə özünü qorumaq instinkti kimi bir şeydir. Bundan irəli gələn bir hərəkət olub. Biz yaxşı fikirləşmirdilər ki, məsəl üçün artıq 80-lərdə, 90-larda övlad sahibi olan adamlar artıq Sovet dövrü bitib, indiki gəncə daha çox susmağı yox, danışmağı, nəsə etməyi, artıq azadlıq gəlib, bunu təbliğ edək uşaqlara. Niyə bu haqda fikir olmadı? Niyə bir çoxları hələ də indiyə qədər hətta atadan atadaya hələ indiki dövrdə ancaq susmaq öyrədir. Ya o dediyiniz Sovet dövrünün o şeyi yoxdur da artıq da. Sizcə də bu dediyim məsələ ilə vətəndaş mövqeyini öldürmür? Sizin sualınıza cavab ümumbəşər nöqteyi nəzərindən verilir. Çünki istənilən rejimdə ehtiyat igidin yaraşığıdır. İstər Sovet vaxtında, istər digər vaxtda və əgər bunu yerli-yerində danışmağı, artıq danışmamağı, hər yerə burnunu soxmamağı biz gətirib vətəndaş mövqeyinə bağlasaq, məncə düzgün olmaz. Çünki vətəndaş mövqeyi insanın daxilində formalaşan bir şeydir. İmkan olanda vətəndaş mövqeyi təcəllisini tapır. Yəni çıxır, nümayiş etdirir. Din ədəbiyyatında belə bir misal var. Bəşər evladı zülmlə, üç vasitə ilə mübarizə apara bilər. Silahlı mübarizə, birbaşa zülmlə silahlı mübarizə aparıb onu məğlub edirsən. İkinci, əgər sənin silahlı mübarizə aparmaq imkanı yox, mən təbii ki, keçmiş dövrlərdən danışıram. Əgər ki, sənin silahlı mübarizə güclə həmən o zülmü məğlub etmək imkanın yoxdursa, təbliğat aparırsan, adamlar arasında ki, razı olmasınlar, onları aydınladırsan, onları maarifləndirirsən ki, bu zülmdür, deyək ki, Pinochet zülmdür, Hortensia zülm deyil. Üçüncü növdə neydən ibarətdir? O zülmlə razı olmamaq. Və ən çox, maalesef, üçüncü üsulla adamlar zülmlə razı olmur. Çünki hər adamın o cür gedib adamlar arasında təbliğat aparmaq, zülmlə necə mübarizə aparmaqdır və s. imkanı yoxdur. Amma əgər sən içində zülmü qəbul eləmirsənsə, demək ki, sənin vətəndaş mövqeyin odur. Qəbul eləyib onunla kollaborasiyaya, yəni əməkdaşlığa gedirsənsə o zülmlə, demək ki, sənin vətəndaş mövqeyində odur. Yaxşı, bugünkü problemlərin nə qədəri sizin nəslin səhvlərinin nəticəsidir və siz gənclərə nəyi səhv öyrətdiniz? Yəni, səmimi danışaq. Çox səmimi danışaq. Heç bir adam çox cüzi bir faiz istisna olmaqla öz səhvini etiraf eləmir. Yəni, bu bəşər evladının xislətindən irəli gələn bir şeydir, xarakterindən irəli gələn. Deyərsən ki, düz deməmisən, nahaq demisən, düz hərəkət eləməmisən, düz öyrətməmisən evladı. Çox az faiz istisna olmaqla, mən nə eləmişdim? Mən o vaxt elə vəziyyət idi, elə də öyrətmişəm. Və həqiqətən də Sovet dönəmində bizim sülalən, bizim nəslin nümayəndələri evladlarını hər şeydən əvvəl bəni-adəm, insan olmağa öyrədiblər. Yəni, mən normal adamlardan danışıram. Kimsəyə ziyan verməməyə, əksinə kimsəyə xeyir götürməyə, bu qədər də bacarırsansa, cüzi də olsa xeyir gətir, ziyan vermə, yıxılana əl uzat. Amma bununla yanaşı, əfsuslar olsun ki, dili qısa ilə az danış, harda gəldi danışma, nə gəldi danışma kimi təlqinləri də məcburən o gənclərə biz aşılamışıq. Yəni, bilavasitədə olub, dolayı yolla da olub. Çünki özünü qoruma instinkti hər şeydən qüvvətlidir. Bunu səhv kimi qəbul eləmək olar, səhv kimi qələmə vermək olar. Amma məncə, əgər sən evladıva demisən ki, yaxşı adam ol, insan ol, xeyir götür, yıxılana kömək elə, ikinci qismdən daha vacibdir. Məsəl üçün, mən gördüyüm problemlərdən ən çoxu ki, mənə görə siz yaşlı nəslin gənclərə hal-hazırdakı verdiyi problemlərdən nədir? O da ki, əslində mənim üçün yenə də həm problemdir, həm də bir tərəfdən böyüdükcə, daha gənc vaxtlarımda atamı daha çox qınıyırdım o məsələyə görə. Amma bir yaş keçdikcə artıq özüm valideyn olandan sonra başa düşsən ki, bəlkə də
o vəziyyətdə onun qərarı elə o idi, o duruma görə. Çünki o Sovetdə onu öyrənmişdi və onun qərarını verirdi. Amma yenə günahlandırmağa çalışma, fikrim əgər günahlandırmaq olsa, ki fikirləşərdim ki, yenə də bir valideyn olaraq sən araşdırmaq məcburiyyətin var idi. Çünki dönəm dəyişmişdi və sən bunu bilirdin ki, Sovet bitdi, indən sonraki dönəmdə artıq kompüterin daxil olduğu və bu texnologiyaların inkişaf elədiyi və dövrün bu qədər dəyişdiyi. Çünki artıq hiss edirdiniz axı dövr dəyişir və hansı proseslər baş verir. Həmin o proseslərdə nəyi necə eləyəcəyimi araşdırmaq məcburiyyəti var idi ki, bir çoxları bunu eləmədi. Görürdü necə gedir. Eyni məsəl üçün hal-hazırdakı mən öz misalımdan versəm ki, gələcəkdə mənim övladım məni sabahlarım qınamasın və mənə problem, biz nəsilə siz vaxtında səhv elədiniz deməsin deyə mən oturub indi hal-hazırda süni intellekti araşdırıram, onu araşdırıram, yeni çıxan texnologiyaları araşdırıram, dünyada nələrin necə dəyişdiyini, işlərin necə dəyişdiyini araşdırıb da övladıma daha düzgün yol verməyə və daha düzgün yerə yönləndirməyə çalışıram ki, sabahları mənə eyni şey deməsin. Ki, bax, sən o vaxt dəyişirdi də, görmədin, bəs necə olacaq, məni də örgədərdin bu tərəfə. Mən bu tərəfdən əslində bu problemləri bilmək istəyirəm. Doğrudan da mı o vaxt araşdırıla bilinərdi, amma araşdırılmadı. Bir çox yaşlı nəsil tərəfindən bu. Mən hamının əvəzinə əlbəttə fikir irəli sürə bilmərəm. Yox, gördüyünüzün əsasında, yaşadığınız və gördükləriniz əsasında deyək ki, gəldik biz Sovet dönəminin axırına çatdıq, Sovet süquta uğradı və uğrayan momentdə biz gördük ki, həmən o kəslər ki, bizim nəslin nümayəndələri ki, indi onları deyək ki, günahlandırır evlatlar ki, niyə belə eləmədiniz, niyə elə elədiniz? Baxın, hamısını barikadalara çağırdılar SSR-nin əleyhinə. Hamı qalxdı barikadaya. Orada cəsarət də aşılandı, orada düzgün yol da aşılandı, orada kişi olmaq da, mərd olmaq da aşılandı. Həmən o bizim nəslin nümayəndələri idi də, uşaq öz başına durub barikadaya getmədi ki, əlbət öz başına gedənləri də var idi. Amma biz çıxdıq böyük, gənc və kiçik olaraq, yəni müəyyən dərəcədə bizim nəslin nümayəndələri bunu elədi. O ki, gəldi texnoloji baxımdan sizin dediyiniz məqamlara, həyatının çox hissəsini bir dövrdə yaşayan adama çox çətin olur anidən yeni dövrə keçmək. Hələ o keçiddə əldə etdiyi bilikləri öz evlatlarına öyrətmək. Məncə elədir. Ona görə bəlkə o baxımdan tempo aşağı düşdü. Yəni nəsillərin əlaqələndirilməsi deyilən bir məfhum var. Orada bir qopuqluq ortaya çıxdı. Keçid dövrü danışırıq da hal-hazırda. Bayaq səhərdən demək olar ki, danışdığımız mövzu elə bu keçid dövrüdür. Bəli. Keçid dövründə bu dediyimiz axırıncı bu problemdən başqa daha nələr itirdik? Daha nələr qopdu? Bax, dediniz bir bağ qopdu da həmin o məsələ. Daha belə dərinə getsək, nələr sizcə o qırıldı? Ümumbəşər, yenə də deyirəm, ümumbəşər dəyərləri baxımından biz müəyyən dəyərləri həqiqətən deməzdim ki, itirdik, amma bəzi hallarda qulaq ardına vurduq və ya onlar kölgəyə keçdi. Bilirsiniz, böyük yazıçılardan biri deyib ki, o adam xoşbaxtdır ki, dövrlərin bir-birinə keçdiyi keçid dövründə yaşayır. Живет на изломе эпох. Yəni bir epoxa obrisine keçəndə nə olur? Sınır. Orada sanki sən daha xoşbaxt olursan çünki yeni təəssüratlar var, yeni imkanlar yaradır. Oyundan oyuna keçsən. Amma ki, eyni zamanda orada çox böyük təhlükələr və risklər də var ki, şərtdir. Bir dövr obrisine keçəndə həmən o sınan yerdə sən illə də kosmosa yüksələcəksən. Uçuruma da düşə bilərsən. Və bəziləri yüksəldi, bəziləri uçuruma düşdü. Özləri ilə bizim milli musiqimizin böyük bir hissəsini yadırğadı. Yəni bizim bəstəkar sənətinə aid olan çox gözəl musiqi mirasımız var. Tofiq Quliyevdən tutmuş, Cahangir Cahangirov və s. sadalamaqla bitməz. Kinematografiya. Kinematografiya çox üzr istəyirəm, yəni indi çəkirlər, amma baxırsan, yəni kinoda məyər söyüş olarmı? İndi seriallar çəkirlər, bir qadın obrazı var, özünü belə bir cür qədeş kimi
vəhşi kimi aparır, qədəş kimi vəhşi, qədəş olmaq vəhşi olmaq deməkdir, əsla. Amma əlində bıçaq buna hədə gəlir, Qadına yaraşmayan hərəkət. ona yumruq at, qadına heç yaraşmayan hərəkətlər, amma deyirsiniz ki, hə onun da həyatı çətin olmuş, yəqin ki. Amma kinematoqraf ki bizim çox gözəl kinematografiya nümunələrimiz var. Heç mən iştibada demirəm. Yəni onlarla, yüzlərlə bizim gözəl. Onlar hardasa qaldı. Kino sənətimiz yadırğandı, zəiflədi. Misal üçün Hindi Əli Ağayev kimi artist tapmaq məncə çox çətindir. Heç kim məndən inciməsin, hər kəsin öz yeri var. İndikilər də zaten bunu qəbullanır. Hə. Bu ədəbiyyat. Misal üçün Dəli Kürü yazan bizim yazıçılarımız olub, çox gözəl ədəblərimiz olub, şairlərimiz olub. İndi də var, tapısim, Ramiz Rövşən kimisi var, digərləri var və s. Amma biz müəyyən dəyərləri deməzdim itirdik, çünki itirsəydik onlar bərpa olmazdı. Yadırğadıq. Bax, fikir verirsinizsə, indi cavanlar çalışırlar. Retro, nostalji musiqiləri var. Bütün bizim o gözəl kompozitor, yəni müəllif musiqilərini bərpa ilə çox gözəl verilişlər var. Keçmiş xatirələr kimi və s. Amma ən əsas mənə görə, ən əsas ailə dəyərlərinin zəifləməsi oldu. Yəni burada söhbət ondan gedir ki, əlbəttə mənə etiraz edə bilərlər. Qabaq patriarxat ailə idi, ona görə möhkəm durmuşdu ayaq üstə və s. Ənənələr vardı, adətlər var idi. İndi məyər ənənə adət yoxdur? Var. Amma o cür ailə yoxdur. Yəni azdır belə deyək. Belə bir sualım var idi ki, Sovet dövründə qadın-kişi rolları daha aydın, ailə institutunun təməli daha möhkəm idi. Bəs illər ərzində nə dəyişikliklər oldu ki, bu qırılmalardakı ailə institutu tənəzzülə uğradı? Siz harda görürsünüz bu qırılmanı, sırf ailə tərəfdən? Bilirsiniz, bizim cəmiyyət hardan baxsaz şərq cəmiyyətidir. Bəzi qərb müəllifləri bizim cəmiyyətlərə Vastoçnaya despotiya, yəni şərq despotiyası deyirlər. Despot sözü özlüyündə işte pis sözdür. Yunan dilindən strogi upravitel deməkdir. Yəni ciddi idarəçi deməkdir. Sonra o biraz daha mənfi mənaya minib və onun bəzi nəbaratları ailəyə də özünü yansıyır. Ki, ailədə bir başçı olar, onun yanında xanımı olar, ətrafında evladları olar, ocaq olar, yığılarlar bir yerə, məşvərət eləyərlər, o ailə gəmisini irəli apararlar. Qərb cəmiyyətinin inkişaf ərzində, qərb cəmiyyətinin başqalarına təlqin elədiyi dəyərlər məncə bizə çox mənfi təsir göstərdi. Deyərlər ki, sən də qəzetlərdə yazılanı deyirsən, xeyr, elə deyir. Ailənin hər fərdinin öz yeri var, öz məqamı var, öz azadlığı var, öz sevgisi var, öz məhəbbəti var. Bizim şərq cəmiyyətində əsrlər boyu puxtələşmiş, formalaşmış ailə münasibətləri son dövrlərdə məhz bu cür qərb tendensiyalarının bizə nüfuz etməsi nəticəsində məncə pozuldu. Əvvəl daha yaxşıydı. Sual provokativ deyil, amma mən deyərdim ki... Sırf ailə institutundan söhbət edir. Sırf ailə institutundan, əlbəttə ondan danışılır. Sözə baxan vardı, biri deyib, biri eşidirdi. Hamı bir yerdə xorla danışmırdı. Çünki istənilən dövrə, baxın, çox vacib məqamdır məncə. İstənilən dövrə, istənilən rejimə, sistemə, kapitalizm olsun, sosializm olsun, nə izm olursa olsun. Məşvərətdir. Deyək ki, politbüro və ya senat və ya duma və ya konqres yığılır, hamısı məşvərət edir. Qərarı kim qəbul edir? Bir nəfər. Hə, orada səs vermə var. 100 nəfər, 90 nəfərin əleyhinə və s. Amma qərarı konечный итоги, yəni nəticə etibarilə, üzr istəyirəm, bir nəfər qəbul edir. Ailədə də elədir. Niyə? Qərarı qəbul edir və sonra ondan soruşulur. Çünki artıq o onun cavabdehliyidir. Ata, sən qəbul elədin bu cür qərarı. Məsuliyyəti də sən daşıyırsan və biz sənin çarxıva çomaq soxmuruq. Biz sənə dəstək oluruq ki, görək axırda məqsədimizə çataq. Bəli, bu gəmini hara aparacaqsan? Yoxsa gəmidə bir dənə kapitan olur, yanında bir dənə şturman olur, orada da matroslar olur. Hərəsi bir yerə dartsa bu gəmi batar ki, biz onun şahidi oluruq hər gün.
boşanmalar da artır. Ondan sonra ailə zəminində şiddət də artır. Biri deyir, o birisi eşitmir. Ondan sonra biri gəlir ki, mən azadam, mən səni neynirəm, mən səndən artıq pul qazanıram. Heç sən mənə lazım deyirsən, niyə gəlib ayrı qurursan onda? Qərbdəki kimi hür, özün özgür, yaşa. müstəqil, orada deyirlər ona, deməli, qrajdanski bırak. Yəni sivil bir nikah sadəcə qurun, belə. yaşayın. Heç kim heç kimə heç nə istəmir. Sadəcə bir yerdə yaşayan iki şəxs. Bir yerdə vaxt keçirdirlər, amma o ailə deyil. Mənə görə ailənin çox möhkəm bir əsası olmalıdır. O əsas sarsılmışdır indi. Ailə institutunun əsas tərəfindən biri müasir qadınlar, ümumiyyətlə qadınlar və danışmaq istədiyim mövzu sizinlə müasir qadınlardır. Müasir qadınların daha müstəqil olması ailəni gücləndirir sizcə yoxsa və sizcə ailədə kişilərin və əsasən də ata rolu dəyişibmi? Çox vacib məsələyə toxundunuz. Xanımların, yəni qadınların müstəqil olması mənə görə özlüyündə ailə institutuna heç bir zərbə vurmur. Amma o müstəqillikdən, o azadlıqdan qadın necə istifadə eləyir, ondan asılı olaraq həmin ailə ya sürətlə irəli gedəcək, o ailə gəmisi, ya yerində dayanacaq və yaxud hətta qərq olacaq suya. Çünki normal kişi əlbəttə yanında ağıllı, zəkalı, nəvazişli, nəzakətli, şirindil bir xanımın olmasını arzu edər ki, bu da çox normal şeydir. O xanım bir də azad olub o kişiyə dəstək olsa, o ailə utdu hər tərəfli. Onların evladları da tərbiyəli olar, güclü olar. Çünki güc birlikdən irəli gələn şeydir. Kişi ilə qadın əl-ələ verib bir vəhdət təşkil eləsələr və qadın həmin o vəhdətin içində hər gün kişinin başına vurmasa ki, mən müstəqiləm, mən azadam, mən istədiyimi eləyə bilərəm və s. Mən padruqalarımla, əstəğfurullah, rəfiqələrimlə gedəcəm, bilmirəm, hara kluba. Mən təsəvvür eləyirəm ki, indi mənə deyirlər ki, yaxşı, necə olur, kişilər gedə bilər. Kişilər də gedə bilər, qadınlar da gedə bilər. Hər şeyin bir əndazəsi var. Kişi əgər gedir, deyək ki, futbola baxır, sport zala gedir, qadın da gedə bilər, sport zala da gedə bilər, rəfiqələrin də. Amma hər şeyin bir əndazəsi var, bir çərçivəsi var, bir hüdudu var. Və geri qayıdaraq qadınların azad, müstəqil olması, kişi ilə yanaşı gözəl pul qazanması, karyera eləməsi mənə görə o halda ailə institutuna, ailəyə xələl gətirmir ki, kişi də öz yerini bilir, qadın da öz yerini bilir. Müəyyən bir ailə çərçivələrinin içərisində olduğu zaman əladır ki, pis deyil. Eynən, eynən. Bir-birinizə dəstək olun. Heç vaxt qadın gəlib kişinin başına vurmamalıdır ki, mən səndən çox qazanıram, əgər qazanırsa. Və ya mən azadam, müstəqiləm, sənə heç bir ehtiyacım yoxdur. O deməkdir ki, ailəyə də zaten ehtiyacın yoxdur. Bəs müasir dövrün valideyn-övlad münasibətlərində sevmədiyiniz nədir? Valideyn-evlad münasibətlərində sevmədiyim nədir? İndi gənc ailələrin uşaqlarına, yəqin ki, görürsünüz, qıraqdan bir müşahidə edirsiniz, hətta nəvələrinizin, övladlarınızın içərisində də ola bilər. Birincisi, uşaqları çox şıltaqlatmaq lazım deyil. Hamı oxumuşdur indi, hamı internetə girir, hamı savadlıdır, çoxu xarici dil bilir, müxtəlif tendensiyaları, o cümlədən tərbiyə sahəsində olan tendensiyaları bilir və deyirlər ki, Yapon metodikası var. Uşağı 2 yaşına qədər tanrı kimi gərək ona münasibət bəsləyəsən. 2 yaşından 5 yaşına qədər kral kimi münasibət bəsləyəsən. Onu mən nə bilim 7 yaşından 14 yaşına artıq sıxmalısan, 17 yaşında buraxmalısan. Bəlkə Yapon zəminində bu çox doğrudur. Orada. Yapon uşaqları üçün bu çox doğrudur. Bilirsiniz niyə bənzəyir? Tibetdən Dalai Lamanın nümayəndələri gəlir, Azərbaycanda yoga məktəbi açır, deyək ki. Onların yediyi şeylə, azuqa ilə, onların nəfəs aldığı Tibet havası ilə bura bir dör. Burada biri gələr yoga, hatha yoga açar, ya normal yoga açar, ayağını o yana açar, bu yana açar, sındırar dizlərini. Yəni, hər mühitdən hətta yaxşı olan bir tendensiyanı götürüb
başqa bir mühitə birə-bir tətbiq etmək məncə düzgün deyil. Ona görə gənclər uşaqlarına tərbiyə verməlidir. Şıltaq böyütməməlidir onları. Ondan başqa biz baxırıq türk seriallarına. Vatan sağ olsun. Mənə görə hər şeydən əvvəl o olmadı. Ata da anadır, vətəndir. Bunu təlqin eləyərsən, kənardan deyər ki, əşi bu neysə belə politprosvet aparır. Elə deyil. O yavaş-yavaş o uşağın canına sirayət eləyəcək ki, ata-anaya hörmət var, ata danışanda ana susur, ana danışanda ata susur, bunlar bir vəhdət təşkil eləyir. Mən bunların sözünə baxıram, onlardan sonra vətən gəlir və yavaş-yavaş uşaq başlayır müxtələşməyə. Hər nəslədə ona alım verim, məncə olmaz. Onu başa salmaq lazımdır ki, imkanı olmayan adam var. Sən bugün 5-ci sinifdə iPhone 17 ilə gedərsən, hətta iPhone 5 ilə gedərsən. O birisinin heç imkanı yoxdur. Və yaxud indi təzə çıxan Obluka krasovkasını giyərsən, onun ayağında 5 manatlıq rezin kedi yoxdur. Yəni bunları valideyn evladına başa salmalıdır. Bu momentləri, bu məqamları sən əgər qulaq ardı eləsən, ya yadından çıxsan, 17 yaşında tamamilə başqa bir evladla qarşılaşacaqsan. Bu qədər. Gərək mentalitetə. Mentalitet sözü ən çox da siz nəslin, yaşlı nəslin daha çox sevdiyi və daha çox gileyləndiyi şeylərdən biridir ki, artıq mentalitet qalmayıb. İndiki gənclər, indiki cavanlar mentaliteti qorumur və bütün yaranan bu problemlər ailə institutundakı gənclərin özünü aparmaqla ki, məsələlərdə elə mentalitet sözünü daha tez-tez istifadə edirlər. Sizcə mentalitet dediyimiz şey inkişafımıza mane olur, yoxsa bizi qoruyur və hansı mental dəyərlərimizi qorumaq lazımdır, hansılardan isə imtina etmək lazımdır? Gözəl sualdır. Mentus sözü Latın dilindən gəlir. Etimologiyasına baxsaq, mentus sözü ağıl, dərrakə, məfkurə deməkdir Latın dilində. Oradan gəlir mentalite, yəni məfkurə tərzi, düşüncə tərzi, ağlın yolu dərrakə tərzi. Düşüncə tərzi nə deməkdir? Bir dəst müəyyən qaydaları yığırsan bir yerə, deyək ki, Azərbaycan xalqı. Mərdlikdir, ondan sonra xəyanətkarlıq yoxdur, səxavət var, cəsarət var, ondan sonra ailə dəyərləri var və s. Bu dəst dəyərləri bir yerə yığanda mentalitet formalaşır. Azərbaycanlılar yığıbsa olur Azərbaycan milli mentaliteti. Yəni Azərbaycan millətinə xas olan bir dəst dəyər. Başqa millət olanda o da olur Amerikan milli mentaliteti. Sizin sualınıza gəlincə, cəsarət də var bizim cavanlarda, şücaət də var bizim cavanlarda, səxavət də var. Biraz böyüklərə hörmət demək olar ki, azalıb, çox azalıb bəzi hallarda. Ata-anaya hörmət, böyüyün sözünə hörmət, səndən qabaqki əsrlər boyu yığılmış təcrübəyə hörmət ki, onun əsasında bizim Azərbaycan dövləti baxın, Atabeylərdən bu tərəfə Səfəvilər gəldi, Afşarlar gəldi, Qacarlar gəldi, imperiyalar yaradan bir dövlət. Yəni, millətin təcrübəsi. Sən durub onu bir dənə saqqıza dəyişdirə bilməzsən ki, bəziləri cəhd eləyir. Amma biraz yaşa dolduqca, buxtələşdikcə görür ki, həqiqətən. Niyə? Çünki vaxtı gəlir ki, o da ailə quracaq. Və o ailədə həmən o milli mentalitetin təməli, o ailənin təməli həmən o milli mentalitetdir. Milli mentalitetdə bəzilərinin xoşuna gəlməyən məhz şərq despotiyasına xas olan məqamlar ola bilər. Amma onlar sementləşdirib bizim ailəni əsrlər boyu. İndi onlar yavaş-yavaş nüfuzunu itirir, əriyib gedir. Ona görə ailələr də çox vaxt əziyyət çəkir. Amma mentalitet də dediyimiz, indiyə qədər formalaşan mentalitetimiz də bu yeni tendensiyalara, yeni texnologiyalara, yeni ailə institutuna görə də biraz da formalaşmalıdırmı? Yoxsa, baxın, qoruyub saxlayaq ki, ancaq o illər, ancaq bizim babalarımızın, ulu babalarımızın o dövrlərdə qoyduğu mentalitet dəyişmədən saxlasaq, indiki dövrdə ondan əziyyət çəkəcəyək. Bəzi şeylərdə, hər şeyi şamil etmirəm əlbəttə ki, ata-ana münasibətinə demirəm, sosiallığa aid olsan desə, yəni ətraf mühitə, davranışlara aid
bir şeyləri nəzərdə tutsaq, bu necəsə dəyişməlidir axı. Necə ki, indiyə qədər formalaşıb bu gəlib bizim günümüzə qədər, biz də bunun belə çıxır ki, mentalitet də vaxt keçdikcə bir formalaşmalıdır. Yeni şeylər ora daxil olmalıdır. Artıq o vaxtlar işləyib də indi işləməyən şeylər həmin o mentalitetə daxil olmalıdır. Çünki bu sınaqdan keçirilir, bu işləyir və s. Biz amma düşünmürsünüz ki, biz o vaxtınkini elə qoruyub saxlamışıq. Adaptasiyaya açıq deyil bizim mentalitetimiz. Elə bir şey fikirləşmirsiniz? Mən sizinlə tamamilə razıyam. İnkişafında dayanmış hər şey doqmaya çevrilir. Doqmada tərcümə eləsək, daşdaşmış bir şeydir. Bəli. O cümlədən də milli mentalitet. Gənclərimizin də ən böyük şikayəti, cavanların ən böyük şikayəti elə bu yöndədir ki, mentalitet tamam əladır, gözəldir, gəlin qoruyaq, amma biz bunu necəsə dəyişək, adaptasiya olsun. O vaxtki 70-ci ildə olanla, atamın elədiyi ilə mənim elədiyim eyni deyil axı. Mən yeni dövrdəyəm. Mən amma atam mənə deyir ki, ay oğul, bax ha, 70-ci ildə biz belə eləyirdik. Mentalitetimiz buydu, sən də indi bunu eləməlisən deyə bir fakt qoyanda qabağına, bu artıq onu eləyə bilmir. Eləsə ya geridə qalmış olur, misal deyirəm ha, yəni tam tərsi də ola bilər. Eləsə geridə qalmış kimi cəmiyyət bunu qəbul edəcək və yaxud həmin öz yaşlarının içərisində belə deyək də dışlanacaq, yəni qəbul olunmayacaq və necəsə bir depressiyaya və yaxud cəmiyyətdən özünü artıq saymayan birinə çevriləcək deyə şikayət elə bunun üzərindədir. Mən sizinlə razıyam. Bir dənə misal çəkim, sonra birbaşa keçək suala. Müharibə görmüş nəsil, bilirsiniz ki, çox böyük məhrumiyyətlərdən keçib. Məhdudiyyət yox, məhrumiyyətlərdən, əziyyətlərdən, çörək tapmayıblar yeməyə, evləri olmayıb və s. Və o nəslin nümayəndələri bəzən öz evladlarına, hətta nəvələrinə deyirlər ki, bax biz o vaxt müharibədə çörək tapırdıq filan bəşmə, heç razı deyirəm o ilə. Sənin o vaxtki vəziyyətin elə idi, o deməkdir ki, sənin oğlun, qızın və ya nəvələrin də əziyyət çəkmələrdir. Çətinliyi göstərərsən ona ki, yaxşı bol günün qədrini bilsin. Amma oturub gözləyəsən ki, onlar da o əziyyətləri çəkməlidir. Çünki sən vaxtında çəkmisən. Bu psixoloji, sənin psixolojik travmandır. Onlara da təlqin edirsən. İndi suala gəlirik. Əlbəttə, milli mentalitet də inkişaf eləməlidir. Adaptasiya olmalıdır. Müasir dövrə uyğunlaşmalıdır. Gənclər də bunda yaşlı nəslə kömək eləməlidirlər. Necə ki, deyək ki, mən bu günləri kompüterlə işləməyi bilmirəm. Mənim oğlum gəlir, injiner sistema texnikdir, lüks bütün kompüter. Gəlir mənə oturur, öyrədir. Düzdür, o öyrətməyib, mən özüm öyrənmişəm, o başqa məsələdir. Amma gənclər bu işdə o bizim milli mentalitetin inkişaf etməsinə kömək etməlidirlər, yardımcı olmalıdırlar. 100%, %100 istənilən mentalitet ki, bir qrup, bir dəst dəyərlərin toplusudur, o inkişaf eləməlidir. İnkişaf eləməsə daşdaşıb qalacaq və heç bir gənc öz atası ilə yola getməyəcək. Əksinə kömək eləməyə tərəfindən də insanlara pislik olacaq. Arxaya çəkəcək. Bəli, ayağından bir daş kimi asılıb qalacaq ki, o vaxt milli mentalitetə uyğun olaraq Drumbon rayonunun Mormor kəndində toy vaxtı bəylə gəlin gedirdilər öz otaqlarına. Damdan bir dənə kəhya otururdu, baxırdı ki, onlar orada nə məşq. Milli mentalitetdir, milli mentalitetdir. Afrikada icad eləməyiblər ki, burada icad eləyiblər. Amma indi onu eləyə bilməzsin. İndi sən onu etsən, sənə həm gülərlər, həm sənə geridə qalmış mütəxəllif bir məxluq kimi baxarlar. İnkişaf eləməlidir, mütləq inkişaf eləməlidir. Cavanlar tərəqqinin lokomotividir. Yəni, onun hərəkət edici qüvvəsi olmalıdır. Və yetər ki, bizim gənclər ağlı başında olsun, sülalələr, nəsillər arasında qopuqluq yaratmasın. Çünki sən də o nəsillərin qazandığı təcrübənin əsasında buxtələşirsən. Bu qədər. Sülalələr, nəsillər və qohumçuluğa gəlib çıxanda, müasir dövrlə sizin əvvəlki, yəni Sovet dövrünün insanlarını fərqləndirdiyimiz zaman, insanların da bir çoxları səmimiyyətlə bağlı problem yaşadığını deyirlər ki, qonşuluq, dostluq, qohum münasibətləri zəifləyib. Niyə zəifləyib və sizcə insanlar əvvəllər daha səmimi idi, yoxsa sadəcə seçimləri az idi? Yəni indi
daha çox networking var, daha çox çıxa bilirlər, daha internet neynədi, bizi pisə çəkib, yəni bunu qırdı mı, yoxsa daha çox seçim verdi ki, bax, tanımadığın adamla başqa bir yerdə də sən bununla tanış ola bilərsən, dostluq edə bilərsən, sonra bunu real bir dostluğa çevirə bilərsən. Amma əvvəl yox idi da, maksimum gördüyü iş yoldaşı, işdə iş, evdə qohumu və yaxud ki, dostları idi. Bu seçimləri az idi. Siz hardasa öz sualınıza Necə sözüm cavab verdim. demək Amma olar ki, sizin fikriniz mənim demək maraqlıdır. olar ki, cavab verdiniz. Səmimiyyətə gəlincə, səmimiyyət mənə görə nə seçimin az olmağından asılıdır, nə seçimin çox olmağından asılıdır. Nə entertainment, yəni əyləncə dediyimiz məfhumun çox olmağından asılıdır, az olmağından. Səmimiyyət ya var, Ya yox. ya yoxdur və yaxud saxta səmimiyyət var. İndi sizin sualınıza gələk. Əvvəl adamlar niyə daha səmimi? Oy, bütün həyətdə yığılırdıq, şərdə də, xeyirdə də, burada xorey bişirdi, orada badımcan qızardırdı, burada kebab çəkir, qonşu gəl bir payda sən ye. Var idi, var idi. Siz demişkən ev, iş, televizorda da 2 dənə kanal. Biri Rusiyyət, biri də bizim birinci kanal. Məcburən adamlar bir-birindən daha çox ünsiyyətdə olurlar. Fiziki ünsiyyətdə, psixoloji ünsiyyətdə olurdular. Kitab oxumaqla yanaşı, ki internet yox idi o zaman. Adam hadi gedək qonşu gəl biskən çay içək, bir söhbət eləyək, bir evladlardan danışaq, bir havadan, sudan danışaq. Başqa cür vaxt keçmirdi də. Başqa cür vaxt keçmirdi. Burada səmimiyyət də bu cür ünsiyyətdən yaranırdı. Tərəqqi irəli getdikcə əvvəlcə cəmiyyət başladı bölünməyə, sekularizasiya edilən bir şey baş verdi. Yəni istənilən cəmiyyətin ilkin hüceyrəsi ailədir. Ailələr başladı az-az getməyə bir-birinin yanına, qohumlar qabaq gedərdi, xalalar, əmilər, bibilər və s. Ondan savayı mən misal üçün uzun illər Moskvada yaşadım. Qız, oğlan ata-anasını görməyə gelmir ki, Moskvanın ordusu başıdır. Deyəm, sən nə danışırsan? Deyirsən, necə ola bilər ki, hər gün ata-onun, ana-onun yanında? Deyim, sən necə ola bilər ki, ata-onun, ana-onun yanına getmirsən? Moskvanın ordusu var, o orada olur, Sokolda olur, mən deyək ki, Praskidə oluram, 46 kilometr. Deyirəm, bu ata-onun, ana-onundur, sən nə danışırsan? Bundan əziz sənin adamın varmı? Yoxdur. Onun qanından, canındansan sən. Cəmiyyət başladı bölünməyə, hüceyrələrə ayrılmağa, sonra da bunun içinə girdi informasiyon, məlumat axını girdi, internet girdi ki, tamamilə bitirdi bu məsələni. Səmimiyyət də qutardı. İndi çox vaxt şadlıqda və ya şər vaxtında görüşürsən, kimsən? Deyir ki, mən tanımadım, mən filankəs bibinin nəvəsini mənəm neyəyəm? Adam qalır, nə desin, utandığından, mən bilmirəm şəxsən neyniyim, çünki çoxusunu artıq tanımaq olmur. Ona görə sizin sualınıza mən belə cavab verərdim ki, səmimiyyət olaraq qalır istənilən cəmiyyətdə, istənilən cəmiyyət. İstər texnokratik olsun, istər patriarxal olsun. Səmimiyyət əgər varsa o var. Amma sadəcə onun ifadəsi artıq o qədər təcəlli eləmir. Yəni adamlar bir-birinə səmimiyyət göstərməyə hətta imkanı da olmur belə. Xoşbəxtlik. Sizcə xoşbəxtlik anlayışı da dəyişibmi illər keçdikcə? Yəni o vaxtla indikinin vaxtında və Sovet dövründə pul ikinci planda idisə, indi hal-hazırda birinci plandır və bu sizcə kapitalizm nəticəsidir, yoxsa insanların kapitalizmi bəhanə edərək özlərini çirkləndirirlər? Mənə görə hər adamın öz səadəti var. Öz xoşbəxtlik anlayışı var. Xoşbəxtlik ümumi bir məfhum deyil ki, hamısı o standarta uyğun olsun. Biri üçün xoşbəxtlikdir. Ondan daha stil olaraq yüksək söz var, səadət. Biri üçün isə xoşbəxtlik səadətdir. Biri üçün xoşbəxtlik gözəl ailəsi olsun, evladları olsun, xanımı olsun, bir parça çörəyi olsun, şükür eləyib deyəcək ki, mən xoşbəxt adamam. Digər üçün xoşbəxtlik hansısa okeanda ondan qaçıb gedən bir xəyalın dalınca qaçmaqdır ki, onu gedib sanki yaxalayanda xoşbəxt olur. Bir digəri üçün xoşbəxtlik faydalı olmaq deməkdir. Yanındakına faydalı olmaq, yıxılana əl vermək, birinə bir parça çörək vermək. Adamın gözü yaşla dolur ki, Allah onun varıdır, sənin yoxundur. Gəl mən ona bir parça çörək verim. İnanın ki, tam səmimiyyətlə danışıram. Çünki mən artıq
ömrümün böyük bir hissəsini yaşamışam. Adam qəhərlənir ki, necə olur ki, sən işləyirsən, çörəyin var, çörək 2 parçası, 5 parçası, bu gedir zibillikdə eşələnir. O ki, qaldı o vaxt necə xoşbaxtlıq idi, indi necə xoşbaxtlıqdır. Mənə elə gəlir ki, o vaxtda eyni hissiyat var idi. Sadəcə o vaxt xoşbaxtlığa çatmaq üçün daha az stimul, daha az məqam lazım idi. 5 manatı vardısa, qızını evləndirdi, oğlanı evləndirdi, özü pensiyaya çatdı. O tibey xoşbaxtlıq. İndi xoşbaxtlıq bir başqa cürdür ki, mənim Mazeratim olsun, Monacoda evim olsun, Sibrizdə azından evim olsun, onda xoşbaxt olacağam. Xoşbaxtlıq devalvasiyaya uğrayıbmı? Xoşbaxtlıq məfhumu uğrayıb. Çünki xoşbaxtlıq mənə görə təməl prinsiplərin əsasında qurulan şeydir. Birinci xoşbaxtlığın ondan ibarətdir ki, mənə sual verdilər ki, siz Allahın sizə verdiyi nemətlərdən ən böyüyünü hansı hesab edirsiniz? Tam səmimiyyətlə deyirəm, mənim artıq yaşım kifayət qədər var. Mənə dedim ki, 2 dənə şey var. O gün ki, o mənim ürəyimdə məskunlaşdı. O da oldu təxminən 17-18 yaşında. O birinci ən böyük nemətdir ki, Tanrı mənə verdi. İkinci də ən böyük nemət ki, o mənə verib ki, məni laqeyd yaratmayıb. Başqasının dərdinə, sərinə laqeyd yaratmayıb. Pişiyin ayağını bastı, itin ayağını bastı. O da mənə əziyyət verir, çalışıram bir şey eləyim. Tam səmimiyyətlə deyirəm, istəyirsiniz inanın, istəyirsiniz yox. O ən böyük şeydir ki, Allah, Tanrı adamı laqeyd yaratmasın. Çox super yarada bilər, super cəsur Gerakl ola bilər, nə bilim aslan ola bilər, sırtlan ola bilər. Amma keçər bir zavallının yanından fikir verməz. Bir əziyyət çəkənin, bir ehtiyacı olanın. Mənə görə mən çox xoşbaxt adamam məhz bu baxımdan ki, həm o mənim ürəyimdə məskunlaşıb, həm də məni laqeyd yaratmayıb. Bu mənim xoşbaxtlığımdır. Ondan sonra xoşbaxtlığım gəlir ki, çox gözəl mənim ailəm olub, atam, anam olub, bacı, qardaşım olub. Çox gözəl ailəm var, çox gözəl evladlarım var. Mənim çox imkanlarım olub çıxım gedim, Sovet vaxtında da. Və mən xoşbaxtam gənə ki, mən elə qaldım Azərbaycanda yaşadım. O vaxt dedim ki, mənim daşlarım buradadır. Mənə başa düşmürlər ki, moyi kamni здесь. Atamın məzarı buradadır, babamın məzarı buradadır, ulu babamın məzarı buradadır. Məmməd İsmail, Məmməd Tahir, Nadir Əli. Mən onları qoyub gedə bilmərəm. Ondan sonra anam qoşuldu onlara, sonra qardaşım qoşuldu. Allah rəhmət eylesin. Və ölənlər özü rəhmət. Yəni, nə deyim? Can Bakı, qurbanım sənin nə ötdü daşları var. Belə deyəlim. Mənim üçün xoşbaxtlıq budur. Baxışdınız, biraz çıxdım ki. Evet. Hə. Tak что, xoşbaxtlıq, moşu demişkən. Çox böyük şeydir. Hər adamın öz xoşbaxtlığı var. Bilmirəm, başqa sual verəcəksiniz xoşbaxtlıq haqqında ya yox. Yani bu bəs idi. Mən bir dənə sizə söz deyim. Hər balaca şeydə atam rəhmətli Məmməd İsmail deyərdi ki, oğlum, kiçik şeydə zövq almağı bacar. Kiçik şeydə xoşbaxtlığı görməyə bacar. Çünki xoşbaxtlıq indidir. Nə dünən idi, nə də sabahdır. Sabah olar nə gözəl. Dünən keçdi. Bax, indi sən o vəziyyətin içindəsən. Çətinlik ola bilər, lap adam yaralı da ola bilər, müharibədə xəstə də ola bilər, s. Amma orada bir əgər balaca işıq gəlirsə, sən o xırda şeyə sevinginə. Mənə görə xoşbaxtlıq budur. Xoşbaxtlıq budur ki, ailən sağlam olsun, cəmiyyətin sağlam olsun, məmləkətin payidar olsun sənin. Budur xoşbaxtlıq mənə görə. Son olarak buradan bir ağsaqqal olaraq gənclərə ən əsas, ən belə vermək istədiyiniz mesajı, məsləhətiniz nə olardı? Birincisi, gəncləri çox sevərəm mən. Bir ara çox naümid olmuşdum 90-cı illərdə. Dedim, heç kim oxumaq istəmir, heç kim savad qazanmaq istəmir. İndi mənim işlədiyim yerdə elə gənclər var ki, elə injinerlər, elə operatorlar var ki, elə mütəxəssislər var ki, adam baxır, hayıl-mayıl olur ki, millət yaradır gəncləri, yaradır mütəxəssisləri. Bunların içində hər cür talant, hər cür istedad var, bu bir. O ki, qaldı gənclərə müraciətim, mən
nacizanə surətdə nəsə deyə bilərəm. Mən nəkarəyəm ki, nəsə müraciət edeyim, ya nəsə deyim gənclərə. Amma hər şeydən əvvəl ata-ananızı çox istəyin. Çünki ata-ananızdan yaxın sizə kimsə yoxdur və olmayacaq. Bir. Çünki siz atanızın, ananızın qanından, canından bir parçasınız. Və adam öz qanını, canını sevməyə bilər. Ha vaxt adam böyüyür, ondakı ata-anası başqa dünyaya köçür. Nə qədər ata-oğuz, ana-oğuz var, onları sevin. Çünki nə qədər ata-oğuz, ana-oğuz varsa, siz cavansınız, siz uşaqsınız, sizin həyatınız qabaqdadır. Bu bir. İkincisi, çox kiçik şeylərə, həqiqətən kiçik şeylərə sevinməyi bacarın. Gün çıxdı, gün batdı. Gedirsiniz, görürsünüz ki, orada gül var otun içində. Ya bir dənə para bizən var, ya bir dənə ağ kəpənək var. Onlar hamısı həyatın ləhzələridir, həyatın momentləridir, gözəl momentləridir. Onlardan zövq almağı bacarın. Əgər o cür kiçik şeylərdən zövq almağı bacarsanız, onlar böyük bir tabloya gəlib formalaşacaq. Onda siz xoşbaxt olacaqsınız. Xoşbaxt olanda da sakitliyi qoruyun. Niyə? Çünki xoşbaxtlıq çox məhrəm şeydir. Xoşbaxtlıq çox məhrəm şeydir. Başa düşün bu sözü. Xoşbaxtlıq sakitlik sevər. Feyerverk sevməz. Ondan savayı da nə deyim sizə? Hər gün təzə şey öyrənməyə çalışın. O adam ki dayandı, girdi stagnasiyaya, yəni durğunluğa, onun inkişafı yoxdur. Əflatun deyib səhv eləmirəmsə, səhv eləyirəmsə düzəldərsiniz məni. Bu qədər deyir oxudum, bu qədər elm əldə elədim, axırda başa düşdüm ki, mən heç zat bilmirəm. Siz də həmişə cəhd edin, hər gün bir təzə şey, bir təzə söz öyrənin, bir təzə məfhum öyrənin, bir hadisədən xəbəriniz olsun. Çünki savadlı insan qüvvətli insan deməkdir. Və ölkəyə də, ailəyə də qüvvətli insanlar lazımdır. Savadlı insanlar, öz hüquqlarını qoruya bilən, sözünü deyə bilən, ölkəyə kömək edə bilən adamlar lazımdır. Onun üçün də bilik lazımdır. Sağ olun, var olun, inkişaf edin. Cavanlar ölkənin gələcəyidir. Hərəkət edici qüvvəsidir, lokomotividir. Mən də sizə arzu edirəm ki, siz güclü lokomotiv olasınız. Sağ olun. Çox sağ olun gəldiniz. Çox sağ olun bizə dəyərli vaxtınızı ayırdınız. Doğrudan da çox gözəl idi, çox maraqlı idi sizlə söhbətdə olmaq. İnşallah gənclərə də buradan çox faydalı olacağını düşünürəm. İnşallah baxarlar. Təşəkkürlər bir daha. Minnətdaram. Valla səmimi söhbətdir, səmimi söhbət elədik. Hətta biraz mütəəssir də oldum. Mən də çox zövq aldım, söhbət elədim. Gördüm ki, sizin gördüyünüz iş böyük işdir əslində. Maarifləndirici işdir. Yəni, söhbət ondan gedmir ki, məni ilə söhbət eləyirsiniz, ya bir digəri ilə. O istək ki, sizdə var. Bunu əbəs yer eləmirsiniz ki, cəmiyyətə bir, siz demişkən, mesaj çatdırmaq istəyirsiniz. Çünki ətalətdə olan çox adam var. Həddindən ziyadə çox adam var. Ətalətdə də neyimə lazım, çörəyim, yıxılım, yatım. Amma siz iş görürsünüz. Özü sizin işiniz zehni işdir. Ondan sonra yaradıcı işdir. Və mən sizə böyük-böyük uğurlar arzu edirəm. Ümidvaram ki, mənim də dediklərim heç kimin xətrinə dəymədi və əndazədən də çıxmadım. Minnətdarım. Təşəkkürlər, çox sağ olun. Sağ olun. Bu videonun da sonuna gəldik. Üzləşməyə baxırdınız. Gələcək bölümlərimizdə qonaq qismində kimləri görmək istəyirsinizsə şərh bölməsində qeyd edə bilərsiniz. Kanala abunə olmağı, videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.